Bahalı toy və bahalı nişan üzüyü xoşbəxt və uzunömürlü evliliyə zəmanət vermir. Əksinə, yeni araşdırma yüksək toy xərcləri ilə boşanma ehtimalı arasında əlaqə olduğunu göstərib. Araşdırmalara görə toyuna 20 min dollardan çox pul xərcləyən qadınların boşanma ehtimalı toy büdcəsi 5-10 min dollar olan qadınlarla müqayisədə təxminən 3,5 dəfə yüksək çıxıb. Ən aşağı boşanma göstəricilərindən biri isə toyuna 1000 dollardan az xərcləyən cütlüklərdə qeydə alınıb. Ən aşağı boşanma göstəricilərindən biri isə toyuna 1000 dollardan az pul xərcləyən cütlüklərdə qeydə alınıb. Məsələ ilə bağlı BTV-yə danışan psixoloq Elmir Əkbər deyir ki, xoşbəxtlik və səadət çox sadə olmalıdır. Xoşbəxtlik çox sakit olur, sükutlu olur. Yəni çığıran, bağıran, qışqıran, insanlara nəsə göstərmək istəyən, insanlara nəsə sübut eləmək istəyən bir əməl adətən xoşbəxtlik və səadətlə deyil, şöhrətpərəstlik və təkəbbürlə bağlı olur. Bəzi dırnaqarası müğənnilər ki var, belə populyar qazanmış, hansı ki fonoqram altında balıq kimi ağzını açıb yumaqdan başqa heç bir şey bacarmır, amma böyük məbləğlərdə neçə 10 min manatlarla ölçülür onların toya gəlməyi. İnsanlar gərək göstəriş üçün yaşamasınlar, səmimi və səliqəli bir həyat sürsünlər.